Bu bizim Ağsarmaşıq Qızılgülümüz. Bugün 13 may 2025. Üçüncü videonu çəkirəm 5 dəqiqəlik. Gözəl çiçəliyib, şəlalə kimidir, ağ şəlalə kimi. Balkonu bütöv tutub bir tərəfini. Bunlar satışda olan deçyalardır. Bax, üstündə belə çiçəkli olanlar var, iri kolları. Qartenziyalar artıq tumurcuqdadır. Burada mənim xiyarlarım var. Görün necə qızam xiyar da əkmişəm. Baxın, xiyarlar da artıq gətiriblər. Qəşəng-qəşəng dırmaşacaqlar bu setkaya. Qəşəng xiyarlar verəcəklər. Bu deməli qatlı sentyabrinkadır. Çox gözəl bir güldür. Artımları var satışda. Bu mənim sevimli Nandinamdır. Yeni eşkim, yeni aldığım. Və burada belə simpatiya yenə öz işində. Təbii ki, kamyelomkalar görün necə gül açıblar. Gözəl, gözəl. Kamyelomki mayi, nежные такие. Və alstromeria burada çiçək açmağa hazırlaşır. Nəhayət ki, mənim odaram böyüməyə başlayır. Burada da simpatiya belə aşıb daşır. Bunun gülünün gözəlliyinə baxın, simpatiya. Simpatiya. O qədər gözəldir gülləri. Heç bir qızıl gülünə yerim verməz. Sarmaşıq. Bu da bizim Super Dorothy'miz. Super Dorothy. Baxın belə. Gedib orada simpatiyaya çatır. Hələ yeni açmağa başlayır. Tam açanda daha gözəl görünür. Bu bizim qartenziyalardır. İri yarpaq qartenziyalar. Mənim yeni aldıqlarım piyonlar və s. Mandarinlər çiçək açıblar. Apelsin. Və bizim sevimli prodikimiz. Qurbağalar tullanır adamı görən kimi, balıqlar yem axtarır. Yemlərini vermişəm, rəskalarını da atmışam. Nimfeyalar hər gün çiçəkləyirlər. Hələ ki ağlar çiçək açıb, başqa rənglərini gözləyirik. Səbirsizliklə. Gedək, bu bizim roqozumuzdur. Roqoz. Bu bizim deməli iqlitsa ruskusumuz. Qədimdə buketlərə qoyardılar. İndi bilmirəm, indi də qoyurlar ya yoxdur. Bu mənim sevimli klonum. Bu bizim gözəl kalistimonumuz. Və burada allium, ulduzlu allium zvizdçatı. Bu da allium gigantın ağı. Bu əvvəlki kolqusu. Ağ gülləri nəsə belə bu cücülər çox xoş deyirlər. Ağ və yaşla çalanları. Jasmin çubuşnikimiz artıq solur. Çiçəkləri qar kimi yerə tökülüb. Hətta burada hostaların üstünü də xallayıb. Mənim sevimli hostalarım. Sən necəsən? Bunları gərək su verəndə. Bunları da belə o günkü dolu dağıdıb. Yarpaqlarına baxın, heyf eləyiblər. Burada qəşəng bizim paprotniklərimiz var, maraqlı. Yəni bağı bütöv çəkmək üçün bəlkə də bir neçə saat lazımdır. Hələ mən çox şeyin üstündən keçirəm. Bu mənim beriozamdır. Stoit berioza. Под моим окном. Bu mənim sevimli hostalarımdır. Kasıbın olanından seriyasından. Bu çox qəşəngdir. Bizim siklamenlərimiz hələ ki sağdılar. Landış, inci çiçəyi. Burada bir hosta. Burada bir paprotnik var. Bu mənim lileniklərimin bir növ lilenikin belə aleyası. Buradan ora qədər qəşəng açırlar.
Bir də bu bizim pixtan yanından keçək. Bu da bir Doroçələrin bir növüdür. Burada. Və 5 dəqiqə oldu artıq. Keçək 3-cü videoya.